Nusret de tam beni ne kadar kıskandığını söylüyordu değil mi? Salamlar, Üç Uşaqlı Ananın bir günü vloguna xoş gəlmisiniz. Bugün çox maraqlı bir mövzu haqqında danışacağım. Əminəm ki, bir çoxumuz bu halı yaşamışıq. Yaxşı qız olmaq əvvəlcə elə gözəl səslənir ki, sakit, tərbiyəli, anlayışlı, hər kəsə hörmət edən, heç kimə pislik etməyən biri kimi. Uşaqlıqdan bizə elə öyrədiblər. Yaxşı qızlar qışqırmaz, yaxşı qızlar cavab verməz, yaxşı qızlar inciməz. Amma böyüyəndə anlayırsan ki, bu yaxşı qız obrazı səni özündən uzaq salır. Sən hər kəsə yaxşı olmağa çalışırsan, amma bir gün baxırsan ki, özünə yaxşı olmamısan. Yaxşı qız olmaq kiminsə səni incitməsinə susmaq deməkdir. Kiminsə haqsızlığı qarşısında boş ver deməkdir. Öz fikrini demək istərsən, amma beynində bir səs deyir ki, sakit ol, ayıbdır. Hər zaman başqalarının fikrini düşünürsən. Görəsən bunu desəm məni səhv başa düşərlər. Görəsən bu geyimi geyinsəm nə deyərlər. Hər şeyi ölçüb biçirsən. Hər addımını bəyənirlərmi düşüncəsi ilə atırsan. Uşaq olanda afərin sənə, çox tərbiyəlisən deyiblər. Amma heç kim deməyib ki, sən nə istəyirsən? Heç kim maraqlanmayıb ki, sən xoşbəxtsənmi? Yoxsa sadəcə hər kəsin xoşuna gəlməyə çalışan bir qızsan. Bir gün böyüyürsən və anlayırsan ki, sən bir çox yox demək istədiyin yerdə hə demisən. Çünki qorxmusan kiminsə inciyəcəyindən. Yaxşı qız olmaq sənə öyrədib ki, sevgi qazanmaq üçün fədakar olmalısan. Hər şey ver, heç nə istəmə. Amma zamanla görürsən ki, bu fədakarlığın içində sən tükənmisən. Gəlin sizə nümunələr çəkim. Evə qonaq gələndə ana qızına deyir ki, sakit otur, güləndə səsini aşağı sal. Qız o qədər bu cümləni eşidir ki, böyüyəndə hər dəfə gülmək istəyəndə içində bir səs deyir. Yavaş gül, ayıbdır. Sen ne yedin? Nereye koymayacaksın yüzümü öyle? Dərsdə müəllim sual verir. O cavabı bilsə də, amma əl qaldırmır. Çünki qorxur. Ya səhv desə nə deyərlər? Axı yaxşı qızlar səhv etməz. Nasıl bir şeydir? Sen nereden biliyorsun? Gənc qız nişanlısından ayrılmaq istəyir. Çünki xoşbəxt deyil. Amma fikirləşir ki, ya qarşısındakı insan inciyər, ya da deyərlər ki, günah ondadır və qalır. Çünki yaxşı qızlar getməz, dözər. Evli qadın yorulub, uşaqlar, ev, iş, hər şey onun üstündədir. Amma kömək istəmir. Çünki öyrədilib ki, yaxşı qadın hər şeyi tək bacarmalıdır. Oğlunun ofisinden aşağı atladım anne. Sırf o sınava girebilmek için. Qadın qonaqlıqdadır, yemək çoxdur. Amma o evdə yemək yeməkdən iyrənir. Sadəcə məcbur olub yenə də yeyir. Çünki ev sahibəsinin xətrinə dəymək istəmir. Yaxşı qızlar yox sağ olun deməz. Biri qadına haqsızlıq eləyir. O isə sadəcə gülümsəyir və deyir. Boş ver, önəmlisi o xoşbəxt olsun. İçində isə qırılır, amma bunu göstərmir. İş yerində müdür ona artıq yük verir. O yox deyə bilmir, hər dəfə qəbul eləyir. Çünki düşünür ki, əgər etməsəm, məndən narazı qalıb məni qovarlar. Qız hər dəfə öz ailəsində fikir bildirəndə qız uşağı çox danışmaz deyiblər. İndi də həmin qız öz fikrini bildirməyə utanır. Qadın uşağını yatızdırır, evi yığışdırır, yemək bişirir, sonra divana oturur. Kimsə təşəkkür eləmir, amma o da öyrəşib. Yaxşı qızlar təşəkkür gözləməz. Bir tanışı qızdan borc istəyir, amma o əslində vermək istəmir. Yenə də verir, çünki qorxur. Yox desə, birdən tanışı inciyər. Qız paltar mağazinində geyim seçir, amma həmişə başqaları nə deyəcək onu düşünür. Öz zövqünə görə yox, başqalarının sözünə görə geyinir. Aşağıya Gubay. Aşağıya heyran. Yiyeyim ben seni. Yaxşı, gel burada oturayım. Gel. Sənə qurban olum mən. Sən nə şirin bəbəsən axı. Vay! Niyə tökdün yerə?
Qız şənlikdə, toyda rəqs etmək istəyir, amma anası göz qaş edir ki, gələyləş, yaxşı qızlar çox rəqs etməz. Biri qızdan nəsə istəyir. Onun isə etməyə vaxtı yoxdur. Amma yenə də olar deyir. Çünki yaxşı qızlar kömək etməyə yox deməz. Düşünürəm ki, bu saydıqlarımın arasından bir neçəsini özünüzdə görmüsüz. Bunların hamısı bizə uşaqlıqdan öyrədilən yaxşı qız sindromudur. Bana ne? Babanın saati çalınmış. Əzizlərim, bura qədər izləmisinizsə, sizdən bir xahişim var. Kanalıma abunə olub mənə gözəl rəylər yazmağınız. Yazdığınız gözəl rəylər məni motivasiya edir. Bu vlogu paylaşanda 25.000 izləyicim olacaqmı bilmirəm. Əgər 25.000 izləyicim yoxdursa, çox istəyirəm ki, artıq izləyici sayım 25.000-i keçsin. Və sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Hər birinizi çox sevirəm. İndi isə qayıdım mövzumuza. Bu sahte para, o bariz. Asıl nedeni ne biliyor musun? Sənə elə gəlir ki, səni sevsinlər deyə sakit olmalısan, güləriz olmalısan, hər kəsin işini rahatlaşdırmalısan. Amma heç kəs sənin içindəki qırılmış hissləri görmür. Bəzən güzgüyə baxırsan və gördüyün qadını tanımırsan. O qədər başqalarının istəklərinə uyğun yaşamısan ki, sanki öz ruhunu kənara qoymusan. Yaxşı qız olmaq səni bir qəfəsə salır. Koyacaksın. Yani ellerinin ve ruhunun Qızıl qəfəsə. Çölü par-par parıldayır, amma içində nəfəs almaq çətindir. Hər dəfə incinsən də problem yoxdur deyirsən. Hər dəfə ağlasan da üzündə gülümsəyirsən. Çünki yaxşı qızlar ağlamaz. Tatlayıp tatlı konuşalım, değil mi? izleriz. Sənə səbirli ol deyiblər. Amma heç kim deməyib ki, artıq bəsdir. Bu qədər səbir səni öldürür. Bəzən o qədər başqalarını düşünürsən ki, sanki öz həyatında qonaq kimisən. Hər kəsin rahatlığını düşünürsən, amma sən özün yorulursan. Yaxşı qız olmaq bəzən səni səssizləşdirir. Duyğularını gizlədirsən, qəzəbin, ağrının, istəklərin içində boğulursan. Bəzən içində bir səs qışqırır. Mən də varam, amma səsini eşidən olmur. Ay sen uyandın. Ay seni yiyeyim ben. Can. Mamaşım başı. Ay Allah. Canımdır mənim. Ürəyimdir mənim. Nə olmuşdu? Can. İçində bir uşaq var. O uşaq sadəcə sevilmək istəyir. Amma sən o uşağa da susmağı öyrətmisən. Bəlkə də yaxşı qız olmaq düşündüyümüz qədər heç də yaxşı deyil. Çünki o qız zamanla qadın olur. Amma içindəki uşaq sevilməmiş qalır. Bu arada anamla nənəm narlı fətir bişirib. Birdən ürəyim istəyər deyə Şüvalandan o boyda yol gəliblər. Sırf mənə narlı fətir gətirmək üçün. Hərdən mənə deyirsiniz ki, uşaqlara qarşı necə bu cür səbirlisən. Mən belə sevməyi anamdan və nənəmdən öyrənmişəm. Ona görə özümü çox şanslı hiss edirəm. Yaxşı qız olmaq bəzən yox deməyi unudub hə deməyi vərdişə çevirməkdir. Amma hər hərdən sonra bir parça enerjin gedir. Biraz daha sönürsən. Səni tərifləyirlər, deyirlər, sən çox güclüsən, amma bu güc sənin seçimlərin deyil, məcburiyyətlərinin nəticəsidir. Yaxşı qız olmaq o qədər dərinə işləyib ki, sən artıq istəmədən də hər kəsin könlünü almağa çalışırsan. Bak yollar düzeldiler. Gel. Ne yemiştin bugün? Plastilin oynamıştın. Aferin sana. Sini. Bunda baktar getirəm. Duygu. Ay Duygu. Ayaz böyüsün. 3 yaş olsun o da geçsin bahçeye. Ha? Yo, baktar getməyim. Mən baktar getirdim. Sen getirsene. Yaxşı gel.
O da getsinlər. Yok. Getməsin. Niyə? Ayaz eve gidecek. Ayaz evə getsin. Bəzən birinin sənə etdiyi haqsızlığa cavab vermirsən, amma gecə yatanda gözlərində olur. Özün-özünə deyirsən, kaş o zaman desəydim. Bu sindrom səssizcə içimizə yerləşib. Analarımızdan, nənələrimizdən keçib. Onlar da yaxşı qız idilər. Onlara da sakit ol, döz demişdilər. Lucy. Lucy qəşəngdir. Yaklaşık beni. Yaxlayıcı səni. Hə. Bu benim kıskanmıştı. Sən qoşqanda, hə? Bu benim kıskanmıştı. Sən qoşqanda, hə? Kimin pişiyidir? Bu benim pişim. Sən pişiyindi. Bəs Ayaz kimindir, Ayaz? Ayaz anamındı. Ayaz ananındır. Bəs Duyğu kimindir? Nurçini. Duyğu Lucy'nindir. Duyğu da mamanındır. Ben de Ayaz anamındı. Və indi biz analarımızın, nənələrimizin davamıyıq. Amma fərqimiz odur ki, biz artıq susmaq istəmirik. Biz həm yaxşı, həm də sərhədləri olan qadın ola bilərik. Biz həm sevgi dolu, həm də özünü qoruyan qadın ola bilərik. Nə boydadır? Büyük keko. Büyük. Böyükdür. Hə, ye. Ben sana yavru gelecekler. Ayı sabah nerede gelecek? Heç kimə xoş gəlmək üçün öz ruhumuzu əyməyə məcbur deyilik. Bəzən yox demək, bəli deməkdən daha sağaldıcıdır. Yaxşı qız olmaq bəzən özünü itirməkdir. Amma bir gün gəlir ki, sən artıq yaxşı qız olmaq istəmirsən. Həqiqi qadın olmaq istəyirsən. O qadın ağlayanda ağlayır, yorulanda dayanır. İstəyəndə də xeyir deyir. Öpüm keçsin. Tamam. Demesin ben. Hə, Demesin ben. yaxşı. Tamam. Güzel. Canavar öldürəcəksən? Yaxşı. O qadın artıq heç kimə özünü sübut etmir. Çünki bilir ki, dəyərini görmək hər kəsin işi deyil. Hə, gəl ört. O qadın başa düşür ki, onu hamı sevməyəcək, amma bu onun dəyərini azaltmır. Yaxşı qız olmaq istəyindən çıxanda azad olursan, nəfəs alırsan. Səni artıq başqalarının razılığı maraqlandırmır, çünki sən öz içində sülh tapırsan. O zaman güzgüdə baxdığın qadın səni tanıyır, gülümsəyir və deyir, nəhayət, özümə qayıtdım. Və bilirsən, bəlkə də həyatın məqsədi hamını məmnun etmək deyil, özünə sadiq qalmaqdır. Ay, sən bu. Ben de güzel. Sən bəbəndir. Ben küsmüştüm. Niyə küsmüşdün? Ben küsmüştüm mama. Niyə küsdün? Yaxşı qız olmaq səni sevdirmədi, amma sənin içində çox şey öldürdü. İndi o hissləri diriltmək vaxtıdır. Duyğu. Ya Səbir. Yasmin. Sən yat Duyğu. Sən artıq yaxşı qız deyilsən. Sən özünü sevən, özünü anlayan qadınsan. Artıq heç kimə özünü sübut etmirsən. Heç kimə izah etmirsən niyə susmadığını, niyə ağladığını, niyə getdiyini. Çünki indi sən bilirsən ki, yaxşı qız olmaq yox, həqiqi olmaq vacibdir. Bəzən həqiqi olmaq üçün sevilməməyə razı olmaq lazımdır. O zaman ürəyin sakit olur. Artıq başını yastığa qoyanda bu gün də kimisə məmnun etdimmi deyə düşünmürsən. Deyirsən ki, bu gün özüm üçün nə etdim? Və bilirsən, o an azadlıq başlayır. Yaxşı qız sindromu bitir, qadın doğulur. Kimdir balaca bəbə? Ayaz balaca bəbədir. Kulaktık kulak. Hə. Aya takıyor. Hə. Vlogu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Özünüzdən müğayət olun. Gələn vloqlarda görüşənədək. Ağlama. Bilə-bilə eləmir. Duyğu səni çox istəyir. Sən qucaqlamaq istəyir. Yoldu saçığı. Bilə-bilə eləmədi. Hə, bilə-bilə eləmədi. O balacadır. Can, maç eləyirsən. Çox istəyirsən sən yazın.